insan xəyallarla hədəfləri qarışdırır. Məsələn, deyir ki, mən xəyallarıma çata bilmədim, mən xəyallarıma nail ola bilmədim. Xəyalla hədəfi biz fərqləndirək. Xəyal dediyimiz şey müəyyən olmayan, bulanıq görünən bir şey. Məsələn, özümə müasir maşın alacam, özümə yeni bir bil alacam, özümə bir bağ evi alacam və ya özümə şəxsi təyyarə alacam. Amma hədəf dediyimiz şeylər isə məsələn, özümə filan vaxtda özümə şirkət quracam, filan vaxtda, filan məbləğdə özümə filan maşın alacam və ya filan vaxtda, filan yerdə, filan məbləğdə özümə bu bağ evini alacam kimi. Hədəf dediyimiz şey xəritə kimidir. Yəni, hədəfə baxan zaman biz yolu götürüb öz hədəfimizə doğru gedə bilirik. Amma xəyalın öz xəritəsi olmadığına görə biz xəyallarımıza çata bilmirik. Ona görə də xəyallarımızı hədəflərimizi də aksiyoma keçirmək lazımdır.